Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə Güvən Nəşrləri tərəfindən keçirilən sınağın coğrafiya suallarına baxacağıq. Deməli, qeyd edir ki, yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Biz bilirik ki, yer kürəsində çəkilmiş ən uzun çevrə ekvatordur və onun uzunluğu 40.076 kilometrdir. İndi gəlin görək, ekvatorla bağlı harada uyğunluq gözlənilmişdir. Demək, A bəndində deyir ki, uzunluğu 40.076 kilometrdir. Təbii ki, ekvatorun uzunluğu 40.076 kilometrdir. Bu doğru fikirdir, lakin qabağına yanlış yazılıb. Ona görə biz bu cavabı seçə bilmərik. Bütün meridianlarla kəsişir. Bəli, biz bildiyimiz kimi bütün meridianlar deməli, ekvatoru kəsib keçirlər. Bu tamamilə doğru fikirdir və qabağına da doğru yazıldığı üçün təbii ki, doğrudur. Şərq və qərb yarımkürəsinin sərhədini təşkil edir. Xeyr, biz bilirik ki, ekvator şimal və cənub yarımkürələrini, yəni yer kürəsinin şimal və cənub yarımkürələrini ayırır. Bu yanlış fikirdir, qabağına doğru yazıb. Təbii ki, uyğunluq gözlənilməyib. 1 dərəcəlik qövsün uzunluğu 111,3 km-dir. Bəli, ekvatorda 1 dərəcəlik qövsün uzunluğu 111,3 km-dir. Bu doğru fikirdir, qabağına yanlış yazıb deyə uyğunluq gözlənilməyib. Yeri şimal və cənub yarımkürələrini ayırır. Bu tamamilə doğrudur, qabağına yanlış yazdığı üçün uyğunluq gözlənilməyib. Deməli, sualımızın düzgün cavabı B bəndi. 62-ci suala baxaq. 18-ci saat qurşağının orta meridianını tapın. Təbii ki, biz bunu necə hesablaya bilərik? Biz 24-dən 18-i çıxmalıyıq. Çünki əgər verilmiş saat qurşağı 12-24 arasında yerləşirsə, verilmiş saat qurşağını 24-dən çıxırıq 6 edir və 6-nı 15-ə vururuq. Çünki yer 1 saata öz oxu ətrafında 15 dərəcə fırlandığı üçün 15-ə vururuq, edir 90 dərəcə. Və biz demişdik ki, 12-24 arasında yerləşən saat qurşaqları qərb yarımkürəsində yerləşir. Qərb yarımkürəsində yerləşdiyi üçün 90 dərəcə qərb uzunluğu olacaqdır. Növbəti sualımıza baxaq. Miqyassız, konturlu və xətti şərti işarələrə uyğun gələn coğrafi obyektləri müvafiq ardıcıllığını istəyir. Yəni, birincisi olmalıdır miqyassız, ikincisi konturlu, üçüncüsü xətti. A bəndində qumluq konturlu olar deyə A bəndində uyğunluq pozuldu. A bəndində digərlərinə baxmağa ehtiyac yoxdur. B bəndində tək ağac təbii ki, miqyassızdır. Çəmənlik konturludur. Yel dəyirmanı da miqyassızdır. Deməli, burada da uyğunluq pozuldu. C bəndində taxta körpü təbii ki, miqyassızdır. Şoranlıq, bəli, böyük sahə tutduğu üçün konturludur. Suvarma kanalı da təbii ki, bir xətt boyu uzandığı üçün xəttiyə aid olacaqdır. D bəndində su quyusu miqyassız, amma avtomobil yolu xətti olduğu üçün ardıcıllıq pozuldu. Deməli, Y bəndində uçurum, yarğan və qırılmış meşə. Təbii ki, burada ümumiyyətlə uyğunluq gözlənməyib. Ona görə Y bəndi də uyğun gəlmədi. Sualımızın düzgün cavabı təbii ki, C bəndi olacaqdır. 64. Sxemə əsasən daxili və xarici horizontallar arasında hündürlük fərqi 30 metrdir. A nöqtəsinin mütləq hündürlüyünü hesablayın. Deməli, xarici horizontal və daxili horizontal arasındakı hündürlük fərqi 30 metrdirsə, bizə xarici horizontalın qiymətini verib 200 metr. Əgər daxili horizontal bundan yəni 30 metr fərqi varsa, deməli, daxili horizontalın hündürlüyü 430 metrdir. Təbii ki, biz buradan kəsmə yüksəkliyini necə taparıq? Daxili və xarici horizontallar arasındakı fərqi mən taparam və bölərəm aralıqların sayına. 1, 2, 3 aralığı var. Təbii ki, bu da 3-ə böləndə 10 metr edir. Kəsmə yüksəkliyi 10 metrdirsə, təbii ki, A olacaq 420 metr. Ona görə A-nın hündürlüyü 420 metr olacaqdır. Növbəti sualımıza baxaq. 40 dərəcə şimal enliyi hansı matriklərlə kəsişir? Təbii ki, 40 dərəcə şimal enliyindən söhbət gedirsə, biz xəritədə də diqqət yetirsək, bu təbii ki, şimal yarımkürəsində yerləşən matriklərdən söhbət gedir. Bu da Şimali Amerika və Avrasiya ola bilər. Ona görə düzgün cavabımız D bəndi. Şimali Amerika və Avrasiya. İcmal xəritələri müəyyən edin. Biz bilirik ki, icmal xəritələr kiçik miqyaslı xəritələrdir. Bunlar da miqyası 1/1 milyon və ondan daha kiçik olan xəritələrdir təbii ki. Ona görə biz buradan 1/5 milyonu götürə bilərik. 1/3.500.000-i götürə bilərik. 1/20 milyonu götürə bilərik. Ona görə sualımızın düzgün cavabı 3, 5 və 6 olacaqdır.
62. Bizə deyir ki, doğru fikri müəyyən edin. Alt mantiyada temperaturun yüksək olmasına baxmayaraq, maddələrin böyük təzyiq altında olması onları sıxılmış vəziyyətdə saxlayır. Bəli, biz bilirik ki, nüvədə olsun, alt mantiyada olsun, burada yəni yüksək temperatur şəraitinin olmasına baxmayaraq, təzyiqin çox böyük olması, böyük bir ağırlıq qüvvəsinin altında olması burada olan maddələri sıxılmış vəziyyətdə saxlayır. Nisbətən kip vəziyyətdə olurlar. Ona görə A bəndi tamamilə doğrudur. Alt dağları Perinovu sakit və Nazca litosfer tavalarının divergent. Divergent yox, divergent ayrılmalı təbii ki. Əslində konvergent, yəni toqquşma sərhədi olmalıydı. Ona görə B bəndi yanlışdır. Bütün böyük litosfer tavalары həm materik, həm də okean yer qabığına aiddir. Bu yanlışdır təbii ki. Məsələn, sakit okean sırf okean tipli yer qabığına malikdir. Yer qabığı ilə üst mantiya arasındakı sərhəd Konrad sərhədi adlanmır. Təbii ki, Konrad sərhədi qranit və bazalt qatları arasındakı sərhədə deyirlər. Litosfer tavalarının hərəkəti nəticəsində sakit okeanın sahəsi tədricən artır. Təbii ki, bu da yanlışdır. Biz bildiyimiz kimi litosfer tavalarının hərəkəti nəticəsində böyük litosfer tavalarından, okeanlardan sakit okean və şimal buzlu okean, bunlar qədimdir. Qədim okeanlardan sakit okean və şimal buzlu okeanın sahəsi get-gedə kiçilir. Lakin Atlantik və Hind okeanı sahəsi isə böyüyürdü. Ona görə düzgün cavabımız A bəndi. 68-ci suala baxaq. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Konturlu şərti işarələrlə xətti şərti işarələrin ortaq hissəsini deyir. Obyektin sahəsini müəyyən etmək olar. Obyektin sahəsini təbii ki, biz konturlu şərti işarələrlə təyin edə bilərik. Xəritənin tərtibində istifadə olunur. Bəli, hər ikisi xəritənin tərtibində istifadə oluna bilər. Yalnız obyektlərin uzunluğu xətti miqyasda yalnız uzunluq görsənə bilər. Yalnız planın tərtibində istifadə olunur. Xeyr, həm planın, həm də xəritənin tərtibində istifadə oluna bilərlər. Bataqlıq və şoranlıq isə yalnız kontrolündən göstərilə bilər. Demək, burada bizim sualımızın ortaq cavabı B bəndi olacaqdır. Deməli, bizə qeyd edir ki, səyyah 270 dərəcəli azimutla 15 km. Birinci səyyah üçün başlanğıc nöqtə seçək. Məsələn, bu A nöqtəsi olsun. Deyir, səyyah ilk öncə 270 dərəcəli azimutla 15 km. Baxın, 270 dərəcəli azimut qərb istiqamətidir. Qərbə doğru 15 km gəldi. Sonra isə cənuba doğru daha 15 km getdi. 15 km-də baxın, cənuba doğru getdim. Bax, burada yazdım B nöqtəsi. A-daydım, gəlib çıxdım B-yə. İndi deyir ki, o başlanğıc məntəqəyə ən qısa yolla necə qayıdar? Təbii ki, biz burada üçbucaq fiquru alınacaq. Ona görə B ilə A-nı birləşdirsək, baxın, təbii ki, bax, bu istiqamət. Bu istiqamətə təbii ki, hansı istiqamətdir? Şimal, şərq. Şimal şərqində azimutu təbii ki, 45 dərəcə olacaqdır. Xəritə sxemə əsasən zəlzələ baş vermə ehtimalı daha az olan ərazilər. Biz bilirik ki, zəlzələ və vulkanlar, yəni tektonik hərəkətlər əsasən geosinkronal ərazilərdə daha aktiv şəkildə özünü göstərir. Məsələn, bir Kordilyer dağları burada əlbəttə ki, zəlzələnin baş vermə ehtimalı çox böyükdür. Həmçinin 4, yəni bu ərazidə Alp-Himalay qurşağına düşdüyü üçün Anadolu yaylası, demək burada da təbii ki, zəlzələlərin olma ehtimalı çox böyükdür. Həmçinin 3, sakit okean odlu qövsü, təbii ki, zəlzələlərin olma riski daha böyükdür. Amma uşaqlar, biz burada fikir versək, 2, Braziliya, 5, Avstraliya ərazisi platforma zonası olduğu üçün bu ərazilərdə tektonik hərəkətlərin baş vermə ehtimalı azdır. Ona görə sualımızın düzgün cavabı 2, 5. Növbəti sualımıza baxaq. Hekla vulkanının Fudziyama vulkanından fərqləndirən cəhət. Biz bilirik ki, Hekla vulkanı deməli İslandiya adasında yerləşir. İslandiya adasında. Yəni okean tipli yer qabığına malikdir. Qalxanvari vulkandır. Amma Fudziyama vulkanı isə Fudziyama vulkanı isə Yaponiyada yerləşir. Və materik tipli yer qabığındadır. Yəni ki, stratovulkandır. İndi gəlin baxaq A bəndinə. Deyir, bunlar üçün fərqli cəhəti müəyyən edin. Litosfer tavalarının divergent sərhədində yerləşir. Biz bilirik ki, ümumiyyətlə İslandiya adası Orta okean dağ silsilələrinin suyun səthinə çıxması nəticəsində yaranan bir adadır. Və İslandiya adasının yaranmasında Avrasiya və Şimali Amerika tavalar iştirak edir. Yəni, bu iki tavanın ayrılması nəticəsində, divergent hərəkəti nəticəsində İslandiya adası yaranmışdır.
Lakin Yaponiya isə Sakit Okean və Avrasiya litosfer havalarının toqquşmasından yaranan qövs-vari adalara aiddir. Ona görə də divergent sərhədə yerləşmə yalnız Hekla vulkanına, yəni İslandiya adasına aiddir. Amma Fudziyama vulkanının yerləşdiyi Yapon adaları isə deməli litosfer havalarının toqquşmasından yaranmışdır. Ona görə A bəndi fərqli cəhətdir. B bəndi fəaliyyətdə olan vulkandır. Bəli, hər ikisi fəaliyyətdə olan vulkandır. Hər ikisi şimal yarımkürəsində yerləşir. Hər ikisi adada yerləşir. Sönmüş vulkanlar yox, fəaliyyətdə olan vulkanlardır. Demək, fərqli cəhət A bəndi olacaqdır. Deməli, bizə deyir ki, meridian çevrəsi ilə Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğu arasındakı fərqi hesablayın. Deməli, biz buradan diqqət yetirək ki, meridian çevrələr, biz bilirik ki, bütün meridianlar bir-birinə bərabərdir və meridianların uzunluğu 40.009 kilometrdir. Bakı şəhəri demək yerləşir 40 dərəcəlik paraleldə. 40 dərəcəlik paralel üzərində də 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Bilirik ki, biz tam çevrə 360 dərəcə olduğu üçün 1 dərəcəlik qövsün uzunluğunu 360-a vuraraq, yəni 85,4-ü biz 360-a vuraraq Bakı şəhərinin yerləşdiyi paralelin 30.744 kilometr olduğunu müəyyən edə bilərik. Meridian çevrəsinin uzunluğu deməli oldu 40.009. Bundan 30.744 kilometri biz çıxsaq, deməli 40.009-dan çıxacaq 30.744-dür və cavab olacaq 9.265 kilometr. 9.265 kilometr, yəni sualımızın düzgün cavabı Y bəndi. 75-ci suala baxaq. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətləri müəyyən edin. Deməli, biz verilmiş suala diqqətlə baxsaq, görə bilərik ki, şimal yarımkürəsində görürsünüz qaranlıq sahə çoxdur, yəni gecənin uzunluğu daha çoxdur, gündüz daha qısadır və qütb hissəyə diqqət etirsək, qütb hissədə qütb gecələri müşahidə olunur. Amma cənub hissəyə baxsaq isə, cənub hissəsində deməli qütb gündüzləridir və gündüzün uzunluğu daha çoxdur, yəni şəkildən bilinir. Yəni günəş cənub yarımkürəsi, yəni 23,5 dərəcə cənub enliyində zenitdədir. Bunu avtomatik şəkildə görmək olur. Günəş 23,5 dərəcə cənub enliyində zenitdədirsə, deməli söhbət qış gün dönümündən gedir. Qış gün dönümü. Demək, qış gün dönümüdürsə, Avstraliya materikində yay fəsli başlayır. Biz bilirik ki, qış gün dönümündə şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Ona görə Avstraliya materikində yay fəsli başlaya bilər. Çünki cənub yarımkürəsində yerləşir. Çünki cənub yarımkürəsində günəş daha çox işıqlandırır. Orada yay fəsli başlaya bilər. Günəş ekvator xətti üzərində zenitdədir. Xeyr, ekvator xətti üzərində yox. 23,5 dərəcə cənub enliyində zenitdədir. Yəni cənub tropik üzərində zenitdədir. Cənub qütb dairəsində qütb gündüzüdür. Bəli, təbii ki, bu cənub yarımkürəsində cənub qütb dairəsindən qütblərə, cənub qütbünə qədər olan məntəqələrdə qütb gündüzləri müşahidə olunur. Bu tamamilə doğrudur. Yaz gecə gündüz, xeyr, yaz gecə gündüz bərabərliyi yox. Bu qış gün dönümündən söhbət gedir. Deməli, 4-də yanlışdır. 23 sentyabr yox, söhbət təbii ki 22 dekabrdan qış gün dönümündən gedir. Ona görə sxemə uyğun gələn cavab 1 və 3, yəni ki Y bəndi olacaqdır. Deməli, 76-cı sualda bizə deyir ki, yerin öz oxu ətrafında fırlanma sürəti 80 dərəcəlik paralel üzrə yerin öz oxu ətrafında fırlanma sürəti 291 km/saat olarsa, bu paralelin 1 dərəcəlik qövsünün uzunluğunu tapın. Biz bilirik ki, yerin öz oxu ətrafında fırlanma sürətini tapmaq üçün, məsələn, biz 80 dərəcəlik paraleldə 1 dərəcəlik qövsünün uzunluğunun nə qədər olduğunu bilmirik. Bunu x formasında ifadə edirəm. Paralelin ümumi uzunluğunu tapmaq üçün onu biz 360-a vurub 24-ə bölürdük. Yəni, dolayısıyla yolla desək, 15-ə vururduq. Çünki 360-a vurub 24-ə bölmək ilə 15-ə vurmaqdır. Hansı ədədi 15-ə vurduqda 291 edir? Təbii ki, buradan da x bərabərdir. Biz 291-i 15-ə bölsək, 1 dərəcəlik qövsün uzunluğun 19,4 kilometr olduğunu taparıq. Yəni, 19,4-ü həqiqətən də 15-ə vurduqda 291 edir. Ona görə burada 1 dərəcəlik qövsün uzunluğu 19,4 kilometr olacaqdır.
77. Mezozoy və Kaynozoy eraların oxşar əlamətləri. 4-cü dövr buzlaşması biz bilirik ki, Kaynozoy erasında baş verib. Bunun Mezozoya aidiyyəti yoxdur. Pangeya, Lavrasiya və Gondvana qurlarına parçalanmışdır. Pangeyanın Lavrasiya və Gondvanaya parçalanması Paleozoy erasında baş vermişdir. 3 geoloji dövrə ayrılırlar hər ikisi. Mezozoy biz bilirik ki, Trias, Jura, Təbaşir, Kaynozoy isə Paleogen, Neogen və Antropogen adlı 3 qrupa ayrılır. Demək, C bəndi oxşar əlamətdir. Kriptozoy eonuna heç biri aid deyil. Hər ikisi Fanerozoy eonunun eralarıdır. Kaledon qırışıqlığı da Paleozoy erasında baş vermişdir. Bunların heç birinə aid deyil. Demək, 3 geoloji dövrə bölünmək hər ikisinin ortaq əlaməti olacaqdır. 78-ci suala baxaq. Demək, Bakıdan cənub istiqamətində hərəkətə başlayan səyyahın çatdığı A məntəqəsi ilə cənub tropiki arasında ən qısa məsafə 4828,5 kilometrdir. A məntəqəsinin coğrafi koordinatını müəyyən edin. Deməli, birinci biz ilk öncə Bakı şəhərin ekvatorumuzu qeyd edək. Sonra Bakı şəhəri 40 dərəcə şimal enliyində yerləşir. Həmçinin cənub tropikimizi qeyd edək. 4828,5 kilometrdir. Üzr istəyirəm. Bunu yenidən yazaq. Demək, ekvator, Bakı şəhəri 40 dərəcə şimal enliyi, daha sonra cənub tropiki 23,5 dərəcə cənub enliyi. Aha, deməli, deyir ki, Bakıdan cənub istiqamətini hərəkətə başlayan səyyahın çatdığı A məntəqəsi Bakıdan cənuba doğru hərəkət edib. A məntəqəsi cənub tropik xətti arasında ən qısa məsafə 4828,5 kilometrdir. Ümumiyyətlə, bu bilirik ki, cənub-şimal istiqamətində hərəkət varsa, deməli, burada biz 111 meridian üzərində hesablayacaq deyə bunu dərəcə çevirmək üçün 111-ə bölərik. 4828,5-i biz 111-ə bölsək, deməli, 4828,5 bölünsün 111. 43,5 olduğunu alarıq. 43,5. Deməli, ya A məntəqəsi 23,5 dərəcə cənub enliyindən 43,5 dərəcə biz cənuba gəlsək, deməli, 67 dərəcə cənub enliyi ola bilər. Bir də ki, həmçinin burada biz Bakının coğrafi uzunluğunda qeyd edək. 50 dərəcə şərq uzunluğudur. Bakı buradan hərəkətə çıxıb. Deməli, 67 dərəcə cənub enliyi ola bilər. Ya da ki, 43,5 dərəcə şimala hərəkət etsək, deməli, ekvatora qədər 23,5 dərəcə gələcəyik. Yerdə qalacaq 20 dərəcə, 20 dərəcəndə şimala keçsə 20 dərəcə şimal enliyi ola bilər. Yəni, biz verilmiş məntəqənin koordinatı ya 67 dərəcə cənub enliyi və 50 dərəcə şərq uzunluğu olmalıdır. Çünki coğrafi uzunluq dəyişmir. Ya da ki, 20 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğu olmalıdır. Və verilmiş cavablara baxsaq, cavabın D bəndi olduğunu görürük. 20 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğu. Deməli, 79-cu suala baxaq. Mətndə bəhsi keçən işıqlanma qurşağı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Ay işıqlanma qurşağı Afrika materikinin böyük hissəsini əhatə edir. Biz bunu görən kimi bilirik ki, söhbət tropik işıqlanma qurşağından gedir. Çünki Afrikanın həm şimal, həm də cənub tropik xətti kəsdiyi üçün Afrikanın əksər hissəsi tropik işıqlanma qurşağına düşür. Deyir, yalnız bir materikdə mövcud deyil. Təbii ki, bu Antarktida materikində tropik işıqlanma qurşağına biz rast gələ bilmərik. Burada gecə və gündüzün adi növbələşməsi pozulmur. Əlbəttə ki, pozulmur. Söhbət demək gedəcək tropik işıqlanma qurşağından. Tropik işıqlanma qurşağı. 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyini əhatə edir. Günəş zenitdə olur. Bəli, təbii ki, elə günəş tropiklərin arasında zenitdə olur, yəni tropik işıqlanma qurşağında zenitdə olur. Bu doğru fikirdir, qabağını yanlış yazır, demək uyğunluq pozulmuşdur. Azərbaycan bu işıqlanma qurşağında yerləşir. Azərbaycan mülayim işıqlanma qurşağında yerləşir, yanlışdır. Şimali Amerika materikində mövcud deyil. Təbii ki, tropik işıqlanma qurşağı Şimali Amerika materikində də mövcuddur. Çünki Şimali Amerikanda 23,5 dərəcə şimal enliyi kəsir, yəni bu tropik işıqlanma qurşağına düşür. Şimal tropik xətti onun şimal sərhədini təşkil edir. Bu doğru fikirdir, sadəcə qabağını yanlış yazıb. Bu da olmaz.
Ekvator xətti bu qurşağın tən ortasından keçir. Bəli, ekvator xətti tam mərkəzdən keçir. Tamamilə doğrudur və qabağına da doğru yazılır. Ona görə sualımızın düzgün cavabı Y bəndi. Deyir ki, hansı miqyaslı xəritədə kartoqrafik generalizasiya daha böyük olar? Biz bilirik ki, xəritənin miqyası nə qədər kiçik miqyaslıdırsa, ərazi bir o qədər çox kiçildilib deməli. Ərazi nə qədər çox kiçildilibsə, deməli orada generalizasiya da bir o qədər çoxdur. Ona görə verilən miqyasların arasına baxsaq, görərik ki, ən kiçik miqyaslı 1 bölünsün 60 milyon olacaqdır. Demək, sualımızın düzgün cavabı C bəndi. Aha, sonra növbəti sualımıza baxaq. 22 iyunda 22 dekabrdan fərqli cəhətdir. Biz bilirik ki, 22 dekabr yay gün dönümü. Şimalda yay, cənubda qış fəsli başlayır. 22 dekabr isə qış gün dönümü. Şimalda qış, cənubda isə yay fəsli başlayır. Demək, A bəndidir ki, şimal və cənub yarımkürələri bərabər işıqlanır. Xeyr, bu yaz və yaxud da payız gecə-gündüz bərabərliyində bərabər işıqlanma baş verə bilər. Ona görə A bəndi tamamilə yanlışdır. Cənub yarımkürəsində qış fəsli başlayır. Bəli, 22 iyunda biz bilirik ki, cənub yarımkürəsində qış, şimal yarımkürəsində isə yay fəsli başlayır. Amma 22 dekabrda cənub yarımkürəsində yay fəsli başlayır. Ona görə B bəndi doğrudur. Bakıda ən uzun gecə təbii ki 22 dekabrda ola bilər, 22 iyunda yox. Günəş tropik xətti üzərində zenitdə olur. Yəni hər ikisində tropik xətti üzərində zenitdə olur. 22 iyunda şimal tropiki, 22 dekabrda isə cənub tropiki üzərində zenitdə olur. Deməli, Bakı şəhərinə günəş şüalarının günorta vaxtı 50 dərəcə bucağı altına düşür. Biz bilirik ki, 22 iyunda, yəni yay gün dönümündə Bakıya günəş şüalarının düşmə bucağı, yəni maksimum düşmə bucağı 73,5 dərəcədir. Ona görə də bu da tamamilə yanlışdır. Sualımızın düzgün cavabı B bəndidir. 82-ci suala baxaq. Demək, bütün geoloji vaxt vahidlərində baş verən geoloji proseslərə və canlı aləmin inkişafına görə bir-birindən fərqlənir. Bəli, biz bilirik ki, bütün geoloji eralar bir-birindən fərqlənir və müxtəlif canlılar yaranmışdır. Bu tamamilə doğrudur. Bərabər aralıqlı kartoqrafik proyeksiyalarda məsafə düzgün verilir, digər tərhiblər isə saxlanılır. Bu da tamamilə doğru fikirdir. Yer kürəsi yaranarkən ağır maddələr mərkəzə yığılmış və nüvəni əmələ gətirmişdir. Bəli, dəmir, nikel və radioaktiv maddələr tamamilə doğrudur. Azərbaycanın hər nöqtəsinə qütb ulduzu 40 dərəcə bucağı altında yerləşir. Xeyr, biz bilirik ki, hər bir enlikdə belə də qütb ulduzunun görünmə bucağı belə də hər bir enliyin dərəcəsinə bərabərdir. 40 dərəcə enlikdə yerləşən sırf Bakıdır. Amma Azərbaycan yəni təkcə 40 dərəcə şimal enliyində yerləşmir. Ona görə də yalnız 40 dərəcə bucağı altında görünə bilməz. Əlbəttə ki, düzgün olmayan fikir ilə D bəndidir. Gündüzün ilk və son saatlarında ən uzun, günorta vaxtı isə ən qısa kölgə olur. Bəli, yəni günəş şüalarına düşmə bucağı nə qədər kiçikdirsə, bu zaman kölgə böyük olacaq. Günorta vaxtı isə günəşin düşmə bucağı maksimuma çatdığı üçün kölgə qısalacaq. Yəni, bir sözlə günəşin düşmə bucağı ilə kölgənin uzunluğu tərs mütənasibdir. Bu da tamamilə doğru fikirdir. Sualımızın düzgün cavabı D bəndidir. Deməli, deyir ki, 83-cü sualda metamorfik suxurları seçin. Biz bilirik ki, metamorfik suxurlar çökmə və deməli, maqmatik suxurların çevrilməsinə yaranır. Gips çökmə suxurudur, metamorfik ola bilməz. Qneys, bəli. Biz bilirik ki, qranit maqmatik suxuru qneysə çevrilir. 2 doğrudur. Yanar şist çökmə suxurlara aiddir. Mərmər, əhəng daşı mərmərə çevrilir və metamorfik olur. Demək, mərmər təbii ki, metamorfikdir. Kvarsit, qum daşı kvarsitə çevrilir. Demək, bu da metamorfikdir. Bazalt isə maqmatikdir. Demək, sualımızın düzgün cavabı 2, 4 və 5. Deməli, günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələri müəyyən edin. Təbii ki, biz minimumu istəyirsə, deməli, əks yarımkürədə günəş olduqda verilmiş məntəqələrdə günəşin düşmə bucağı minimum ola bilər. Burada da düsturumuz belədir. 90 çıxılsın A plus 23,5, yəni minimum düşmə bucağını bu cür hesablayırdıq. Burada da hamısını biz tək-bətək yoxlasaq, məsələn, birinci 58-ci A-nın yerinə qoysaq, deməli, 58 çıxılsın 23,5, 34,5, 90-dan da 34,5 çıxsaq, 55,5 dərəcə olduğunu görə bilərik. Ona görə A bəndi 1 yanlışdır. 2-yə baxaq. 4 dərəcə şimal enliyində 62,5. Bura 4 dərəcə qoysaq, təbii ki, 90-dan 27,5 çıxsam,
62,5 olduğunu görə bilərəm. Ona görə 2 tamamilə doğrudur. 3-ə bu dəfə 17 qoyaq. Yəni biz 90-dan 23,5-in üzərinə 17 gəlsək, təbii ki 42,5 eləyir. Düzdürmü? Bəli, 41,5. Daha doğrusu üzrsən 40,5. 90-a da 40,5-i çıxsaq 49,5 olduğunu görərik. Yəni 73 dərəcə ola bilməz. Bu da səhvdir. Dördüncüdə 43 dərəcəni qoyub yoxlayaram. Demək 43 dərəcənin üstə 23,5 gəlsək 66,5 elər. 90-dan da 66,5 çıxanda 23,5 edir. Yəni bu da yanlışdır. 26 dərəcə cənub enliyi. Bura 26 qoysaq 26 qoyub yoxlasaq, deməli 23,5-in üzərinə 26 gəldikdə nə qədər eləyir? 49,5, 90-dan da 49,5-i çıxsaq 40,5 olduğunu görə bilərik. Bir dəqiqə, üzr istəyirəm. Nəsə yanlışlığa səhv yol verdik. Deməli, yenidən hesablayaq. 50 dərəcə, 58 dərəcədə yoxlasaq, 58-in biz üzərinə 23,5 gəlsək, demək 58-in üzərinə 23,5 gəlsək, 81,5 alarıq. Çox üzr istəyirəm, biraz yorğunçuluq deyə yanlışlığa yol verə bilərik. 81,5-dən də, yəni 90-dan da 81,5 çıxanda 8,5 dərəcə olduğunu görə bilərik. Düsturumuz belədir, 90 çıxılsın, A plus 23,5. Ona görə biri seçəcəyik. Sonra yenə 4-ün üzərinə 23,5 gəlsək 27,5 edər. 90-dan da 27,5 çıxsaq 62,5 dərəcə alınır. Ona görə 2 də tamamilə doğrudur. 3-də 17-nin üstünə 23,5 dərəcə gəlsək deməli 40,5 edər. 90-dan da biz 40,5-i çıxsaq 49,5 olduğunu görə bilərik. Ona görə 3 də yanlışdır. 4-də 43-ün üstünə 23,5 gəlsək 66,5 edər. 90-dan da 66,5 çıxanda 23,5 edər. Bu da yanlışdır. 5-ə baxırıq. 26-nın üzərinə 23,5 gəlsək 49,5 edər. 90-dan da biz 49,5-i çıxsaq 40,5 olduğunu görə bilərik. Deməli, bir də baxaq. 26-nın üzərinə 23,5 gəldikdə deməli, daha doğrusu 26-nın üzərinə 23,5 gəldikdə 49,5 edir. Bəli, demək bu cavab da yanlışdır. Daha sonra biz 61-in üzərinə 23,5 gəlsək 74,5 edər. 90-dan da deməli 74,5-i çıxsaq üzrüm, daha doğrusu 84,5 edir. 84,5-i çıxsaq, deməli 5,5 olduğunu görə bilərik. Demək, düzün cavab 1, 2 və 6 olacaqdır. Sonra, növbəti sualımıza baxaq. Növbəti sualımızda biz baxsaq, görə bilərik ki, burada hündürlüyü 130-35 metr. Burada isə, deməli, gördüyümüz kimi 105 metrdir. Biz burada görə bilərik ki, 105 dərəcəlik demək paralellə, daha doğrusu 105 yəni metrlik parametrlə 135 metrlik meridianın üzr istəyirəm, horizontalın arasında 2 boşluq var, 1, 2. Ona görə biz kəsmə hissəsini tapan zaman 135-dən 105-i çıxıb 2-yə bölərik, bu da 15 metr edər. Deməli, bu hissə 105, bura 120, bura isə 135 imiş. Sonra növbəti sualımıza baxaq. Deyir, sxemə əsasən A və B məntəqələri arasında ən qısa məsafə miqyası 1/22 milyon olan xəritədə 4 cm kimi göstərilmişdir. Xəritədə neçə kilometr təhrif olunmuşdur? Biz ilk öncə gəlin koordinat sistemi ilə hesablayaq. Görək bu məntəqələr arasında həqiqətdə nə qədər məsafə fərqi var? Biz baxsaq görə bilərik ki, bu 70 dərəcə qərb uzunluğu ilə 80 dərəcə qərb uzunluğunu bizə verib təbii ki. Biz bunlar arasında məsafəni hesablamaq üçün və 40 dərəcəlik paraleldə hesablamalıyıq. Biz 40 dərəcəlik paraleldə. Deməli, müxtəlif yarımkürə olduğu üçün bir-birindən çıxırıq edir 10 dərəcə.
və 40 dərəcəlik paralel üzərində 1 dərəcəlik qövs uzunluğu 85,4 olduğu üçün 85,4-ə vurub 854 kilometr olduğunu tapırıq. Yəni biz koordinat sistemi ilə hesablayanda görürük ki, bu məntəqələr arasında 854 kilometr fərq mövcuddur. Miqyasla isə hesablayanda bilirik ki, həqiqi məsafəmiz bərabərdir. Xəritə üzərindəki məsafə vurulsun miqyasa. Buradan da həqiqi məsafə bərabərdir. Miqyasdan 5 sıfır atsaq 220 qalar və 220-ni də 4-ə vursaq 880 kilometr olduğunu taparıq. Demək, biz miqyasla hesablayanda 880, koordinat sistemi ilə hesablayanda isə 854 kilometr olduğunu gördük. Aradakı fərqi tapsaq, 880-dən 854-ü çıxsaq, 26 kilometr fərqin yarandığını görə bilərik. Demək, düzün cavab 26 kilometr. Kriptozoy və fanerozoy. Kimmeri qırışıqlığı baş vermişdir. Kimmeri biz bilirik ki, mezozoy erasında baş vermişdir. Yəni, heç birinə aid deyil. Arxey və preterozoy eralarını əhatə edir. Arxey və preterozoy əhatə edən təbii ki, kriptozoy eonudur. Ona görə, üzr istəyirəm. Kimmeri qırışıqlığı baş vermişdir. Kimmeri qırışıqlığı mezozoyda baş verib, mezozoy. Mezozoyda fanerozoya aid olduğu üçün A gedəcək 2-yə. Daha sonra B gedəcək kriptozoya. Gizli həyat adlanan, təbii ki, bu da kriptozoydur. C də gedəcək kriptozoya. Perin və Ordovik paleozoy erasının dövrləridir. Təbii ki, bu da fanerozoya aid olacaqdır. Lavrasiya və Gondwana parçalanaraq müasir materikləri mezozoy erasına əmələ gətiribdir. Mezozoy erası da təbii ki, aiddir fanerozoya. Ona görə birinci sualın cavabı BC, 2 isə A, D, Y uyğun gələcəkdir. Aha. Daha sonra biz situasiyaya diqqətlə baxaq. Demək, bizə deyir ki, ovalıqda yerləşən K məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 26,5 dərəcədir. K məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtına 100 dəqiqə irəlidir. Məntəqənin yerləşdiyi materikin sahillərini 4 okean suları yuyur. Deməli, biz burada diqqət yetirsək, görək ilk öncə 40 dərəcə şimal enliyinə nə zaman günəş 26,5 dərəcə bucağı altında düşər? Biz bilirik ki, əslində bu Bakıya günəşin minimum düşmə bucağıdır və 22 dekabrda baş verir. Yəni, günəş 23,5 dərəcə cənub enliyində zənitdə olduqda. Amma yenə də gəlin tapaq. Demək, 90 çıxılsın 40 plus 23,5, daha doğrusu burada x yazsaq, bərabərdir 26,5-dir. Buradan da x-in 23,5 dərəcə cənub enliyin olduğunu müəyyən edə bilərik. Yəni ki, günəş 23,5 dərəcə cənub enliyində zenitdə olanda görək hansı məntəqəyə 6,5 dərəcə bucağı altında düşər. Yəni də 90 çıxılsın A plus 23,5 dərəcə cənub enliyi bərabərdir 6,5 dərəcə. Buradan A plus 23,5 dərəcə cənub enliyi bərabərdir deməli 83,5 dərəcə. A da bərabər olar 60 dərəcə şimal enliyi. Demək, verilmiş məntəqənin enliyini tapdıq. 60 dərəcə şimal enliyi. Aha. Deməli, və deyir K məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 100 dəqiqə irəlidədir. Biz bilirik ki, Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda yerləşir və K məntəqəsi əgər, məsələn, burada K məntəqəsi yerləşsin, yerli vaxtı Bakıdan 100 dəqiqə irəlidədirsə, biz 100 dəqiqəni dərəcəyə çevirsək, daha doğrusu 100 dəqiqəni dərəcəyə çevirsək, bu zaman biz 4-ə bölürdük. Çünki bizim bir dərəcəmiz 4 dəqiqədir. Yəni, bu məntəqənin Bakıdan 25 dərəcə daha şərqdə, yəni 50-dən 25 dərəcə daha şərqə gəlsək, 75 dərəcə şərq uzunluğunun olduğunu taparıq. Bir sözlə, bu məntəqənin coğrafi enliyi 60 dərəcə şimal enliyi və 75 dərəcə şərq uzunluğu olduğu müəyyən etdik. Koordinatlarını tapdıq. Daha sonra deyir ki, K məntəqəsinin yerləşdiyi materiki və bu materikin yerləşdiyi yarımkürələri. Biz xəritədə də diqqət yetirsək ki, demək, bu materik şimal və şərq yarımkürələrinə, yəni verilmiş daha doğrusu enlik 60 dərəcəli şimal enliyi, 75 dərəcə şərq uzunluğu. Biz yəni bu avtomatik görürük ki, bu Avrasiya materikinə düşür. Həmçinin bir ipucu da verib ki, bu materik 4 okeanla əhatə olunur. Təbii ki, Avrasiya materikinin sahillərini həm deməli, Sakit okean, həm Atlantik okean, həm Hind okeanı, həm də Şimal Buzlu okeanı yuyur. Deməli, verilmiş materik Avrasiya materikidir. Avrasiya.
Bu materikin yerləşdiyi yarımkürələr. Biz bilirik ki, Avrasiya materikini Qrinviç meridianı kəsir. Ona görə də şimal, şərq və qərb yarımkürələrində yerləşəcək. Növbəti sual. K məntəqəsi ilə London şəhərləri arasında yerli vaxt fərqini və bu məntəqəyə günəş şüalarının maksimum düşmə bucağını tapın. Deməli, bura olsun ekvator, bura olsun Qrinviç, bura deməli 60 dərəcə şimal enliyi, K məntəqəsinin koordinatları və oldu 75 dərəcə şərq uzunluğu. Yəni K məntəqəsi burada yerləşir və biz burada London biz bilirik ki, Qrinviç meridianı Londonu kəsir. Yəni Londonun coğrafi uzunluğu 0 dərəcədir. Arasındakı vaxt fərqini hesablasaq, təbii ki 75-dən 0 çıxanda elə 75 dərəcə qalır. 75 dərəcədə təbii ki biz bilirik ki 5 saat edir. Deməli London və K məntəqəsi arasında 5 saat vaxt fərqi var və 60 dərəcə şimal enliyinə günəş minimum nə zaman düşər? Təbii ki günəş 23,5 dərəcə, yox, üzr istəyirəm, maksimumu deyir. Minimumu elə 6,5-dir. Maksimum nə vaxt düşər? Günəş 23,5 dərəcə şimal enliyində zenitdə olduqda. Ona görə də 90 çıxılsın 60 minus 23,5. Təbii ki biz 60-dan 23,5-in çıxsa 36,5 olar. 36,5 bura yazaq. 90-dan da 36,5 çıxdıqda 53,5 dərəcə olduğunu müəyyən edə bilərik. Demək, bu məntəqəyə günəşin maksimum düşmə bucağı 53,5 və K məntəqəsi ilə London şəhəri arasında vaxt fərqi isə 5 saat olacaqdır.